Salam müəllim. Salam Nuray. Müəllim, mənə 58-ci sualı izah eləyə bilərsiz? Baxım nədir sual? Gəl planşetdə izah edeyim. Deməli, sualda deyir ki, yer qabığının qanuna uyğunluqlarından birinə müvafiq olaraq fikir müəyyən edin. Deməli, gəl Y variantından başlayaq. Cavab A bəndidir. Y-dən başlayaq, səhvləri çıxa-çıxa gedir. Deyir, qədim dağlar litosfer tavalarının sərhədində yerləşir. Baxın, qədim dağlar platformadır. Platformalar litosfer tavalarının sərhədində yox, mərkəzində yerləşir. Bu yanlışdır. D variantında deyir ki, torpaq əmələ gəlmə prosesi meyilliyi çox olan dağlıq rayonlarda daha sürətli gedir. Xeyr. Torpaq əmələ gəlmə prosesi əsasən düzənliklərdə sürətli gedir. C variantında deyir ki, düzənliklər əsasən litosfer tavalarının sərhədində yerləşir. Yanlışdır. Niyə? Düzənliklər əsasən platformalarda olur. Platformalar litosfer tavalarının sərhədi deyil, mərkəzidir. Sərhədi geosinklinal ərazilərdir. B-də deyir ki, cavan dağlar platformada yerləşir. Xeyr. Cavan dağlar geosinklinaldır. Cavab A-dır. Geniş düzənliklər əsasən platformalara uyğun gəlir. Çox sağ olun müəllim.